Sayxor Fitness kanalına xoş gəlmisiniz. Mən İlnur, idmana yeni başlayan biri kimi bəzi suallar verəcəm. Keçirik birinci sualımıza. İdmana yeni başlayanlar ilk öncə nəyə fikir verməlidir? İdmana yeni başlayırsansa, belə deyək, altyapın oldu, olmadı. Əgər yenidən idmana başlasansa və yaxud da yeni başlayırsansa, hər şeydən öncə davamlılığa önəm verməlisən. Yəni qidan da pis ola bilər, yuxun da pis ola bilər, antrenmanın da, məşqin də pis ola bilər, ancaq hər şeydən öncə davamlılığa fikir verməlisən. Yəni bacara bildiyin qədər idman etməlisən. Aydındır. Keçirik ikinci suala. Qidalanma nə qədər önəmlidir? Bir çox müəllimlərin dediyinə görə əslində bu işin böyük bir qismi qidalanmadır, ancaq mənə görə elə deyil. Mənə görə belə deyək, bu idmanın əsası 3 yerə bölünür. Yuxu, qida, məşq. Yəni mənə görə %33-üdür, belə deyək. Aydın. Amma %1 belə bu işdə önəmli olduğuna görə qidaya gərək fikir verək. Bəli. İstədiyim cavabı aldım. Yəni üçüncü sual olaraq yuxu nə qədər önəmli deyəcəkdim. Onu cavabladınız. Çünki bəzi insanlar var ki, deyir yuxu o qədər də önəmli deyil idmanda. Yəni onun üçün aydınlaşdırmaq istəyirdim. Yox, elə deyil də, belə bir şey var. Sənin nə qədər qidan güclü olur olsun, idmanda özünün nə qədər belə deyək də üst səviyyədə idman eləsən, performansını yaxşı belə göstərsən, yuxun yoxdursa əgər əzəlin inkişaf edə bilməz. Amma belə də bir şey var ki, sən yuxun nə qədər güclüdürsə, o qədər də yaxşı performansın olacaq. Yəni istəsən də, istəməsən də yuxun həmişə yaxşı olmalıdır. Çünki hipertrofiya, əzələnin inkişafı əsasən yuxu zamanı. Əsasən deyil də, elə yuxu zamanı olur. Çünki sən idmanda əzəlləyə zərər verirsən, qida qəbul edirsən və yuxu zamanı da inkişaf edirsən. Aydındır. Dördüncü suala keçirik. Qida dediyiniz kimi aydındır. Bəs qida əlavəsi nə qədər önəmlidir? Belə deyək də, əgər %33'lük yer verdiysə, bütün belə deyək də yuxuya, idmana və qidaya. Bu yerdə qalan 1% də supplementa verərdim, yəni qida əlavəsini, amma bu da tam adil olmazdı. Nəyə görə? Qida əlavələri bəli, çox fazla önəmli deyil bizim üçün, amma belə də bir şey var ki, əgər sən işləyirsən və yaxud da tələbəsən və yaxud da özünə istədiyin qədər vaxt ayıra bilmirsənsə, whey istifadə eləməlisən, yemək pişirməyə əgər vaxtın yoxdursa və yaxud da gainer istifadə eləməlisən və yaxud da digər karbonhidratlı məmulatlardan istifadə eləməlisən. Əgər misal üçün deyək, sən lazım olan belə deyək də birləşənləri qəbul edə bilmirsənsə, hansısa vitamin əskiliyin varsa, yenə də supplement qəbul eləməlisən. Bunu da qoyduq bir qırağa. Əgər sənin yediyin qidalarda sənə lazım olan dərəcədə belə deyək, kreatin olsun, o olsun, bu olsun, təkbətək belə deyək də saymayacağam hamısını. Yəni nə əskikliyin varsa, qida əlavələrinin sayəsində qazandığımıza görə ona da belə deyək, bu işin %5'i, %10'u kimi baxa bilərik. Amma bu işdə əsas məsələlər 3 dənə dediyimizdir. Yuxudur, idmandır, qidadır. Bu üçü olmasa digər heç bir şeylər sizin üçün önəmli deyil. Aydındır. Bəs belə bir sual verim kreatin haqqında. Bunu bəlkə də bütün dünya danışır. Deyirlər kreatin saç tökür, böbrəyə ziyandır. Nə kimi ziyanı və nə kimi xeyri var kreatinin bir idman edən insan üçün? Kreatinin saçı tökməyə kimi bir şeyi iki şeylə əlaqədar yana. Bir, illər öncə, hardasa belə deyək, bir 10 il, 15 il öncə təqribən bir araşdırma oldu və orada kreatin istifadə edənlərin istifadə etməyənlərə görə daha çox saç töküldüyü deyildi. Ancaq bu da kreatin %100 saç tökür demək deyil. Millət olaraq nəyə görə bu şeyi fikirləşirik? Ona görə fikirləşirik ki, biz zala gedən gördüyümüz insanların çoxsunun saçı seyrək və yaxud da tökülmüş halda gördüyümüz üçün belə fikirləşirik. Nətər ki, ağrı qaldıranların boyu balaca qalır. Niyə? Mənim məsələn dostlarım var, tələbələrim var ki, 1.80, 1.85, 1.90, yəni uşaqlıqdan bəri bu işlə məşğuldur. 1.95 belə dostum olur. Bu da onun kimi sadəcə bir mifdir, yayılıbdır. Bu dəqiqə supplementların içində, qida əlavələrinin içində ən çox lazımi olan, ən çox güvənə biləcəyimiz qida əlavəsi kreatindir və kreatini zaten istədiyimiz qədər qəbul edə bilmirik. Məsələn, sən 5 qram kreatin qəbul eləmək istəyirsənsə, kilo yarım, 2 kiloya yaxın qırmızı ət qəbul eləməlisən ki, bu da dövrümüzdə həm mümkün deyil, çox baha başa gəlir. Həm də ki, sağlamlığınız üçün yaxşı deyil. Yəni kreatinin istifadəsi Türkiyə türklərin dediyi kimi əlzəmdir, yəni vacibdir. Hətta son araşdırmalarda da belə bir şey var ki, yeni başlayanlar üzərində çox vaxt belə deyək də araşdırmalar aparılır, amma artıq
ilerləmiş dönəmlərdə olan idmançılarda da deneylər aparılır ki, yeni başlayanlarda da, orta səviyyələrdə də, ileri səviyyələrdə də kreatinin qramajının artırılmağı hətta beyin fonksiyonlarının belə daha yaxşı işləməyinə gətirib çıxardır. Misal üçün, normalda biz kreatini məsələn tələbələrimizə necə məsləhət görürük? Əgər böbrəyinizdə nəsə bir nasazlıq yoxdursa və həkim sizə icazə vermirsə, zaten bir şey istifadə eləməyiniz düzgün deyil. Yəni idman müəllimiyik, həkim deyilik. Həkim bir şey deyirsə, onun dediyini eləmək lazımdır. Ancaq əgər sizin heç bir probleminiz yoxdursa, kreatini idman etsəniz də, etməsəniz də artıq istifadə etmək olar deyə bilərik. Araşdırmalardan da baxa bilərsiniz. Beyin funksiyalarının inkişafı üçün də lazımlı bir şeydir. Ancaq yenə də deyərdim ki, əgər siz idmanla məşğul deyirsinizsə, gündə 5 qramdan artıq kreatin qəbul etməyiniz mənasız. Biraz sualdan qırağa çıxdım. Ürəyim doyuluymuş. Növbəti sualım bu olacaq. Əminəm ki, yeni başlayanlar üçün çox vacib bir sualdır. Həftədə neçə gün idman etmək daha əlverişli olar? Gəl yeni başlayanlar üçün də deyək, həm orta səviyyə üçün də deyək. Hər iki halda hamımızın bir həyat tərzi var. Əlbəttə ki, həyat tərzimizin icazə verdiyi qədər məşq etməyimiz daha vacibdir. Nətər? Tutalım gecə saat 8-9 kimi işdən gəlirəm və çox yorğun oluramsa həmin gün. Səhər gündə istirahətdəyəmsə, niyə istirahət günündə getməyim ki idmana? Yəni özümü məcbur eləyib hər gün idmana getməyim də böyük bir bizim üçün xeyri və yaxud da daha az xeyri deyilən bir şey yox. Ancaq əgər yeni başlayırsınızsa, yəni orta səviyyə deyilsə, orta səviyyədən də məqsədimiz yəni 1 illə 3 il arası dayanmadan idmana gedən, yaxşı idman edən, qidasına fikir verən şəxslərdən gedir söhbət deyilsinizsə, əlbəttə ki, həftədə 3 dəfə getməyiniz, full body işləməyiniz, yəni bütün bədəni işləməyiniz gözəldir. Ancaq əgər orta səviyyə bir idmançısınızsa, həyat tərzinizin sizə icazə verdiyi qədər, amma belə deyərdim, minimum həftədə 1 gün istirahət olmaq şərti ilə 6 gün idmana gedə bilərsiniz. Yeni başlayan bir şəxs də 6 gün gedə bilərmi? Gedə bilər. Əgər düzgün proqram qurularsa, onun yaxşı yuxu rejimi varsa, qidası da yaxşıdırsa, əlbəttə ki, gedə bilər. Bu biraz nəzarət altında olsa daha yaxşıdır. Yox, əgər sizin üzərinizdə bir nəzarət yoxdursa, bir müəllimlə, da bir diyetoloqla işləmirsinizsə, bizi izləyib, nəsə öyrənməyə çalışırsınızsa, tamamən bu işdə yenisinizsə, sıfırsızsa, həftədə 3 dəfə full body işləməyinizi məsləhət görərdim. Növbəti sualım bu olacaq ki, yeni başlayan bir şəxs kimi bazı hərəkətlərinə üstünlük verilməlidir, yoxsa necə? Belə deyək də, bu əslində bazı hərəkəti dediyimiz şeylər nədir? Yəni kompot, mürəkkəb hərəkətlər deyilir. Birdən çox əzələni eyni vaxtda işlətməkdən gedir söhbət. Bunlar nədir? Məsələn, bench press, squat, deadlift və s. və ilaxır kimi bazı hərəkətləri biz daha çox önəririk. Nəyə görə? Bu hərəkətlər birdən çox əzələni istifadə etdiyinə görə daha ağır qaldıra bilirik və birdən çox əzələni işlədərkən idmanda keçirəcəyimiz vaxtı da minimum vaxta endirə bilirik. Həm də birdən çox əzələ işlədirik, daha ağır qaldıra bilirik. Bu da bizdə ATP partlayıcı qüvvəti daha çox artırdığına görə əzələ inkişafımız daha da yaxşı olur. Necə? Dediyim sözü tam anlamağa çalışın. Mən əgər qol önü işləyirəm, misal üçün, biceps işləyirəm, tutalım hammer curl eləyirəm və yaxud da barbell curl eləyirəm. Bunu edərkən, bəli, izolə olaraq qolun qabağı biceps işləyir. Bicepsin bir başı və yaxud da iki başını işlədə bilərəm hər hansı bir hərəkəti deyəlim ki, edərək. Ancaq mən əgər chin-up eləyirəmsə, yəni turnikdən biraz daha yaxın məsafələri ovuz içimiz özümüzə baxaraq edə bilirəmsə, niyə də məsələn gedim hammer curl eləyim? Mənim əgər tutalım ki, kürək günümdür və yaxud da full body işləyirəm. Mən yəni məsələn full body belə işləyəndə heç bir vaxt tələbələrimə normalda qol məşqini məsləhət görmürəm. Çünki mən chin-up eləyə bilirəmsə və yaxud da digər kürək hərəkətlərini yaxşı kilolarda eləyə bilirəmsə, mən nəyə görə qolun önünü işləməliyəm? Və yaxud da bench pressi yaxşı eləyə bilirəmsə, və yaxud da belə deyək, dipsi yaxşı eləyə bilirəmsə, mən nəyə görə məsələn gedib qol işləyim? Əgər yeni başlayan bir şəxsəmsə, məsələn, tamamən hərəkətlərdə də sıfıramsa, bazı hərəkətləri öyrənib onu etməyim mənim inkişafım üçün daha önəmli olacaq. Bazı hərəkətləri dediyimiz hərəkətlərdə əsasən maşinlərlə işləmədiyimiz hərəkətlərdə, misal üçün bayaq dediyim kimi, turnike olsun, bench press olsun və s. Bunlarda həm də açıq kilolarla işlədiyimizdə, maşinlə işləmədiyimizdə bədənimizdəki stabilizasyon da artır, davamlılıq da artır. Bu dediyimiz ümumi mürəkkəb hərəkətlərdə, yəni bazı hərəkətlərində, həm də açıq maşınla işləmədiyimiz hərəkətlərdə, məsələn bench pressi biri var Smith məşinində işləyən, biri də var ki sərbəst ağırlıqla, barbella işləyən. Həmin vaxtı həm bədənimizdə stabilizasyon yaranır,
həm də tək ağırlıqlarla işləmə qabiliyyətimiz artır. Bu da nə deməkdir? Məsələn, belə deyək, bodybuildinglə məşğul olan bir şəxs, vücudunu dəyişdirmək istəyən bir şəxsə normalda məsələn özünü zədələməmək üçün nə məsləhət görürük? Məsəl üçün maşınlarla işləməyi. Mən öz tələbələrimə məsləhət görmürəm. Çünki bir insanın mənə görə sərbəst ağırlıqlarda inkişaf etməyi daha önəmlidir. Çünki həyatımızda da bu əzələləri doğru şəkildə işlətməyi, özümüzü zədələmədən işlətməyi öyrənməliyik. Necə? Adi belə deyək, kişilər üçün deyək və ya da qadınlar üçün də deyə bilərik. Yəni bir gün mən əgər evimə bir şey alıb aparıramsa, mən onu özüm öz əlimdə aparıram. Bir kəsə demirəm ki, gəl bunu qaldır. Mən onu qaldırıb evə apararkən mən bədən stabilizasyonundan istifadə etməliyəm. Nətər ki, normalda məsələn bir çoxumuzun onurğasında bir dəqiqə problem var. Gənc nəsildən gedir söhbət. Kompüter önündə oturmaqdan, əyri oturmaqdan, düzgün yeriməməkdən və s. və ilaxır. Məsələn, kürəyimizi gücləndirmək üçün elədiyimiz ki, hərəkətləri nəyə görə edirik? Ki, onurğaya çox yük mindirməyək. Bu da onun kimi. Onurğa üçün, onurğamızın stabilizasyonunu da artırmaq üçün elədiyimiz hərəkətlər də sərbəst hərəkətlərdir. Demək ki, digər etdiyimiz hərəkətlər də sərbəst olmalıdır ki, yeni başlayanlardan gedir söhbət. Həm gələcəkdəki zədələnmələrin qarşısını alaq, həm də vücud stabilizasyonumuz artsın. Aydındır. Çox sağ olun cavablar üçün. Məncə yeni başlayan üçün effektli bir video olacaq. İnşallah, tək olar. Bizi izləməyi unutmayın. Ramazan bayramı ilə bağlı çəkilişimiz olacaq. Allahın izni ilə çəkilişə qatılın. Tamamilə ödənişsizdir. Çəkilişlərin şərtləri ilə bağlı qısa bir müddət içərisində böyük ehtimal ki 2-3 videodan sonra sizə ətraflı məlumat veriləcək. Buna görə bizi TikTokdan, Instagramdan və YouTubedan izləməyi unutmayın.